Deməli, short answer qısa cavab deməkdir. Nəyi nəzərdə tuturuq burada? Cümləyə uzun-uzadı cavab vermirik. Qısaca mən də, o da, biz də, bax bu şəkildə. Fatimə çox çalışır. Aygül də. Fatimə çox çalışmır. Aygül də. Da demirəm ki, Fatimə çox çalışır, Aygül də çox çalışır. Fatimə çox çalışmır, Aygül də çox çalışmır. Bu qədər uzatmırıq. Qısaca, mən də, o da, biz də bu şəkildə. Bəs bu necə yaranır? Müəyyən yollarımız var, həm təsdiq üçün, həm də inkar üçün. Birinci bunu yadınızda çıxarmayın. Cümlə təsdiqdədirsə, aşağıda verəcəyimiz cümlədə hökmən təsdiq olmalıdır. Bax bunu unutmayın. Təsdiqdirsə, təsdiq olmalıdır. Və ya inkardırsa, inkar olmalıdır. Təsdiq, inkar. Birinci başlayaq təsdiqdən. Fatimə çox çalışır. Deməli, təsdiq verməliyəm. Does olacaq. Bu arada burada köməkçi feilin does qoymağının səbəbi yuxarıdakı feilimizdir. Burada worked olsaydı did yazacaqdım. Nə bilim is working olsaydı am is ad istifadə edəcəkdik. Will olsaydı will istifadə edəcəkdik. Yəni hər şey buradakı feildən asılıdır. So təsdiqdə işlənir. Və o cümlə mütləq təsdiqdə olmalıdır və so əvvəldə olmalıdır. So cümlənin əvvəlində olur və təsdiq olmalıdır həmin cümlə qeyd edeyim. Yəni burada sıra belə olur. So köməkçi feil, sonra isə mübtəda. Bunu yaddan çıxarmayın. Səbəbini indi deyəcəm. Birincisi fikir verin hamısında mübtəda birinci gəlibdir. Hamısında Aygül birincidir. Amma bircə dənə burada sonuncudur. So does Aygül. Deməli so'da belə bir məsələ var ki, so əvvəldə gəlir, sonra köməkçi feil, sonra mübtəda. İkinci, also mütləq işlənir təsdiqdə. Mütləq. Yəni siz also'nu heç vaxt inkarda görə bilməzsiniz. Qeyd edeyim buradan also, sonra both, sonra bir də to, inkarla işlənə bilməz. Elə sonu da qeyd eləmək olar da, so da inkarda işlənə bilməz. Heç vaxt inkarla görə bilməzsiniz siz bunları. Deməli, və to həmçinin dediyimiz kimi təsdiqdə olmalıdır. Also da to da həmçinin deməkdir. Also əsas feildən əvvəl, to isə cümlənin sonunda gəlir. Və burada so, also, to da dedik ki, təsdiqdir. And-ə gəldikdə isə, and-dən əvvəl əgər təsdiqdirsə, and-dən sonra da təsdiq olacaq. Fatimə çox çalışır və Aygüldür. Amma batda elə deyil. Batdan əvvəl təsdiqdirsə, batdan sonra inkar olacaq. Fatimə çox çalışır, amma Aygül yox. Deməli, batdan əvvəl təsdiqdir, batdan sonrası olacaq inkar. Bunu yaddan çıxarmarıq. Deməli, təsdiqlə işimiz qutardı. İndi keçək inkara. Burada yenə inkar cümlədir. Deməli, bizim seçəcəyimiz variantlarda inkarda olmalıdır. Birincisi, neither. Neither does Aygül. Deməli, neither və nor deyə bir qısa cavabda istifadə edə biləcəyimiz ünsürlər var. Tələbələr ən çox bunu qarışdırırlar. Bax, bu sözlə neither nor bağlayıcısı ilə. Gənclər, bu neither nor bağlayıcısı başqadır, nə də deməkdir. Yəni, onlar həmişə bir yerdə işlənir. Bu niyə deyirəm? Tələbələr görəndə neither ilə noru ayrı-ayrı çaşırlar ki, axı biz noru həmişə neither bitişik görmüşük. Bu elə deyil. Qısa cavabda neither does Aygül, nor does Aygül eyni mənanı verir. Deməli, neither işlənir həmişə cümlənin əvvəlində və neitherdən sonra heç vaxt bu elə nora da aiddir. Heç vaxt inkar gələ bilməz. Çünki demişik ki, bir cümlədə sadəcə bir inkar ola bilər, ikinci inkar ola bilməz. Yəni, bunlar cümlənin əvvəlində işlənir və inkar ola bilməz o cümlədə. Özləri inkarlıq yaradır. Və yenə fikir verirsiniz, hamısında mübtəda birinci gəldi, hamısında. Amma burada neither və norda mübtəda sondadır. So kimi düşünün də. Neither və norda dedik ki, birinci neither və nor gələcək, sonra köməkçi feil gələcək, sonra isə mübtədamız gələcək. Yəni, bu sıranı yaddan çıxarmayıq. Neither nor, sonra köməkçi feil, sonra mübtəda. Biz dedik ki, yuxarıda baxan paralel gedirik də. Also və to var. Amma burada also to yoxdur. Çünki dedik also və to inkarla işlənə bilmir. Bəs onda əvəz edicisi nədir? Either olacaq. Bu da bu either oradakı either deyil. O either or ya da deməkdir. Aygül doesn't either. Deməli, yadda saxlayın. Either mütləq cümlənin sonunda olmalıdır. Mütləq. Və əvvəlində hökmən inkar olmalıdır. Hökmən. Yəni, o inkarı tələb edir.
mütləq inkarla işlənməlidir. Bunu yadınızdan çıxartmayın. Cümlənin sonunda olmalıdır və əvvəlində inkar olmalıdır. And. And isə bayaq dedik ki, and olan tərəfdə tarazlıq olmalıdır da. Baxın, anddən əvvəl təsdiqdirsə, anddən sonra da təsdiq. Ya da anddən əvvəl inkardırsa, anddən sonra da inkar. And hər iki tərəfi eyni qəbul edir. Fatimə çox çalışmır və Aygül də. Amma bilmək lazımdır ki, batda əksinədir. Yuxarıda dediyimiz kimi, batdan əvvəl inkardır, sonrası təsdiq. Və ya əvvəli təsdiq də sonrası inkar. Deməli, burada batdan əvvəl inkar edir. Deməli, sonrası təsdiq olacaq. Fatimə çox çalışır, amma Aygül yox. Deməli, bu şəkildə. Qısa cavab haqqında elə ancaq bu nüanslara diqqət yetirsək, testi çox qəşəng işləyə bilərik.